eşitdim müğənni olmaq istəyirsən, ay Gül xanım. Heç olmasa zümzümə eləyə bilirsənmi? Onu öyle öğrenerek. Belə də ki, əvvəl cavan qız oxşuyurdun, indi qoca arvadı oxşuyursan. Niyə? Mən elə bilirəm ki, getdik cənab daha da cavan Güya indi oxşuyuram. təzə çıxırlar oxumağa, elə onların hamısının səsi var, bir Gül xanımın səsi yoxdur. Sonra da biraz sıçoğulluqla, biraz tarakanlıqla, biraz kərtənkərəliklə, belə qabağa gedirlər. Mən sıçoğullardan danışmadım. Mən dedim ki, adam əlində qənd gedir Elza Seyidcahanın üstünə. Az o qəndi birinci öz dilinin altına qoyur. Mənim qarşımdakı mənə qarşı şirin olsun, mən də şirin olurum. Kimsən sən? Mən Elzanın qabağına, Sən Elza kimsən, xanımın qabağına. Amma bir şey dedim ki, Niyə Elza o xanım mənə qəndə qarşı heç aparırsınız? kobudluq da eləmədi. Niyə? Eləməz Elza də, qədər. onun ali Mən sizə bir şey deyim, Gül xanım. Elza qədər hələ sən mövqeyini həyatda tut. Sonra o ixtiyar sahibi ol, ginən ki onun qabağına o qəndi aparmağa.